demək istəyirəm, 2 qat dünya, 3 qat Avropa çempionu. Sən heç bilirsən çempion nə deməkdir? Bilmirsən. Bura 2 qat dünya, 3 qat Avropa çempionu Sabir Süleyman bəy dəvət eləmək istəyirəm. Uşaqlar, alqışlayaq Sabir bəyi. Ay aman, Sabir bəy tək gəlmir. İndi bunlar mənə döyəcəklər. Yaxşı, yox, qorxma. Sabir bəy, buyurun əyləşin. Bax, görürsən, sən vaxtında idmanla məşğul olsaydın, indi bax, bu qoçaq idmançılardan da qorxmazdın. Görürsən, idmanla məşğul olmaq lazımdır. Buna indi gəlirlər mənə xoş gəlmişsiniz. Yox, bunlar səni döyməyə gəlməyiblər. Bu gözəl, hətta bizim aramızda xanımlarımız da var. Buyur, əyləş. Əyləşsin xanımımız da. Vay, bu igidlər hamısı idmançıdırlar. Görürsən, nə gözəldir. Sabir bəy, xoş gəlmişsiniz. Çox sağ olun. Bizi artıq 2-ci dəfə efirə çağırdığınız üçün, 1-ci dəfə efirə çıxmağımızdan çox məmnun idik. Biz də şad olduq ki, 2-ci dəfə sizi bizim cəngəlliyimizdə görürük. Çox sağ olun. 2-ci dəfə də daha yeni komanda ilə gəldik sizin hüzurunuza. Özdə elə bir ərəfəyə təsadüf elədi ki, Qurtuluş gününə təsadüf elədi bir gün sonra. Qurtuluş gününün atəşfəşanlığın Bakı şəhərində dünən biz ailəvi müşahidə edirdik Dağüstü Parkdan. Çox möhtəşəm idi. Sabir bəy, bax, dostlarımız, idmançıdırlar hamısı. Özdə görüm, onların arasında çox kiçik yaşlı yəni uşaqlar da var. Bax, bizim bu Rüfət deyir ki, mənim balaca dostum, Rüfət deyir ki, idmanla məşğul olmaq lazım deyil. Bizim üçün heç bir faydası yoxdur. İndi inanıram ki, çox olmasa da bəzi dostlarımız var ki, ekran qarşısında bizi izləyən. Onlar da belə düşünürlər. Sizcə, bax, uşaqları necə yönləndirmək lazımdır idmana? Bu fikirdən uşaqları yayındırmaq üçün biz elə bir yaş təbəqəsini gətirdik ki, ən kiçikdən biraz böyüyəcən, ən yenidən biraz köhnə tələbəyəcən ki, bilsinlər ki, idmançı hər zaman idmançı ola bilər. Fərqi yoxdur, onun 4 yaşı olsun, ya 14, ya 24. Onun üçün heç zaman gec deyil. Amma hər zaman idman onun üçün xeyirdir. Xeyirdən başqa bir şey deyil. Gördün Rüfət? İdman adam üçün xeyirlidir, hamı üçün xeyirlidir. Bəs, bax, mənim üçün çox maraqlıdır ki, kiçik yaşlı deyəndə siz neçə yaşı nəzərdə tutursunuz? Kiçik yaşlı 4 yaş nəzərdə tuturuq. 4 yaş nəzərdə. Bəli, hal-hazırda 4 yaşlı bizdə yoxdur, amma 5 yaşlı var. Bu gözəl xanımın neçə yaşı var? 5 yaşı tamam oldu artıq. Lap yaxşı. Bəlkə elə bir nömrə göstərək, hə, dostlarımıza. Bir çıxış göstərək. Yaxşı olar, Rüfət? Sən də bax, öyrən. Yaxşı. Baxaq. Uşaqlar hamımız baxaq görək, idmançılarımız bizə hansı nömrəni göstərəcək? Baxaq. Aha, ilk dəfə bununla məşğul olur uşaqlar. Aha, ilk addımlar belə atılır. Elə indi uşaqlar da bizi ekran qarşısına izləyir. Onlar da çox çətin olmayan hərəkətləri eləyə bilərlər, Rüfət. Üç-beş günün idmançıları yeni başlayıb onda bunlar uşaqlar. Lap yaxşı. Sabir bəy, bəs belə, yəni uşaqlar üçün təhlükəli deyilmi? Onların boyunu sınma ehtimalı. Biz orada hər şeyi nəzarətdə saxlayırıq. Biz ona görə oradayıq. Bir də çox maraqlı deyə mənə, qızların və oğlanların idmanla məşğul olmasında qızların fərqi varmı oğlanlardan? Yəni daha tez və yaxud da daha gec öyrənmələri? Biraz qızlar sancaq olur. Daha gec öyrənirlər ona görə. Əgər gec öyrənmə ehtimalı varsa, onları məşqdən sonra saxlayır. Aha, buyurun mikrofonu. Əgər hiss etdikdə ki, bir idmançı, bir yeni tələbə gec götürür tapşırıqları,
Onu məşqdən sonra saxlayıb 15-20 dəqiqə əlavə onunla məşğul oluruz. Məşğul olursunuz. Ki həmin qrupa gəlib çatsın. Çox gözəl, çox maraqlıdır. Elə dostlara da biz ilkin variantları göstərdik ki, ilkin yəni addımlarda onlar hansı hərəkətləri Sonra ikinci aydan sonra artıq biz biraz da mürəkkəbə doğru gedirik, onu göstərmək istəyərdik. Artıq get-gedə mürəkkəbləşir. Aha. Vaxtımızı nəzərə alaq. Vay! Görürsən, uşaqlar nələr eləyir? Bununla mı sırf bədənlərini yaxşı idman elətdirməkdən asılı deyə? Bəs yaxşı, böyük yaşlı uşaqlarla hansı hərəkətləri göstərir? 3-cü, 5-ci aydan sonra biz bu elementləri keçirik. 3-cü, 5-ci aydan sonra. 5-ci aydan sonra. Yavaş-yavaş artıq. Bunlar indi mənə vuracaqlar. Yox, narahat olma, səni vurmazlar bunlar. Görmürsən necə hamısı? Aferin, Bunları çox keçən sonra artıq biz artıq yəni daha ciddi və daha sərt hərəkətlərə keçirsiniz. Hərəkətlərə keçirik. Çox gözəl, lap yaxşı. Sabir bəy, buyurun əyləşin. Çox gözəl, çox maraqlıdır. Görürsən də Rüfət, bax uşaqlar ilkin, yəni adi bir addımlamadan başlayıb haralara kimi gəlib çıxırlar. Bax ona görə də mütləq bədənimizi kiçik yaşdan formalaşdırmalıyıq, öyrəşdirməliyik ki, get-gedə. Çünki bax o hərəkət var idi, Sabir bəy göstərdiyi. Uşaqlar belə tullandılar, düşdülər. Onları birbaşa eləsəydilər, onda onların bədəni zədələnərdi. Düzdürmü Sabir bəy? Elədir, doğrudur. Bəs mənim üçün çox maraqlıdır. Bax bu kuboklar görürük burada, medallar görürük. Bunları uşaqlar mı əldə etdilər? Yəni necə oldu, necə qazandılar? Siz bunları necə qazanmışsınız? Əgər biz kubokları, medalların hamısını gətirsəydik, burada sizə səmimi deyirəm, yer olmazdı. O qədər çox. Azərbaycan idmanda çiçəklənən vaxtını yaşayır. Həqiqətən də elə bir yarış yoxdur ki, biz ora gedək və rəqiblər bizdən çəkinməsin. Bunlar sadəcə 5 dənə kubok, 5 dənə medal, şəxsi medal və kuboklarımdır. O da siz təqdim etdiyiniz üçün 2 qat dünya və 3 qat Avropa çempionatının qızıl medallarıdır. O 2011-ci il Xarkov dünya çempionatının qızıl medalıdır. 70 kiloqramda şəxsən özüm qazanmışam. Və Milanda keçirilən 2012-ci ildə Karatə-Do üzrə dünya çempionatının qızıl medalıdır. 3 dənə də Avropa çempionatı Çürix, Varşava və Buxarest Avropa çempionatlarıdır. Kubok və medallar. Və bu tərəfdə də 20-yə yaxın qızıl medallardır, beynəlxalq yarışların medalları. Bunlar qızıl medallardır. Və yalnız qızılları gətirdik, bəli. Çox maraqlı, çox gözəldir. Elə dostlarımıza da göstərək. Baxın dostlar, nə gözəl medallardır. Olar ki, biz hələlik bunu Rüfətə bağışlayaq və bir növ bu Rüfətə həvəsləndirmək olsun ki, görsün ki, Rüfət bəyə təqdim edirik biz medalı. Görsən necə gözəl medaldır. Bax, sən çoxlu idman eləsən, idmançı olsan, belə medallar qazana bilərsən. Doğrudan, əlbəttə doğrudan. Və mən istəyirəm... Siz Azərbaycan bayrağını qaldıra bilmişsiniz? Bəli, hər dəfə birinci yerə qalxdıqda Azərbaycanın bayrağı qalxırdı və himni səslənirdi. Bundan böyük məncə fəxr ola bilməz. Çox böyük duyğudur. Eyni zamanda dostlar, onu qeyd edim ki, Sabir bəy 7 qat Azərbaycan çempionudur, səhv etmirsə. Çox gözəl, görürsən də idmançı olanda da, bax, belə medallar qazanır adam, hər şey gözəl olur, güclü olursan, qüvvətli olursan və elə indi böyük dostlarımız da göstərəcəklər ki, hətta biraz böyüyəndə onlar başqa hansı hərəkətlər göstərə bilərlər. Baxaq.
Bəs bu nə üçündür belə? Mikrofon. Bu yaponlarda salamlaşmaq ritualıdır. Bizdə başla elədiyimiz üçün burada da, yəni başla kifayətlənirlər. Lakin Bəs yaponlar uşaqlar biraz bax mənim üçün maraqlıdır. Həmişə niyə müxtəlif səslər çıxardırlar, müxtəlif sözlər deyirlər, hə? o anda sonuncu zərbənin belə deyək, rəqibə qarşı ölümcül zərbə olduğu üçün, sərt bir zərbə olduğu üçün son nəfəsi ilə, var gücü ilə vurduğu üçün o səsi çıxardır. Ya bu Yapon əlbəyaxa döyüşlərinin hər birində mövcuddur. Lap yaxşı, təşəkkür edirik dostlara, çox sağ olsunlar və doğrudan da çox maraqlıdır, bilmədiklərimizi də öyrənirik və sonda sponsorlarımız.